Özüm də investisiya etdiyim şirkətlərdən biri olan T1 Enerji şirkəti keçən həftə 20%-ə yaxın səhimin qiyməti aşağı düşdü. Bir ayda isə 150%-dən çox qalxmışdı. İndi isə düşür. Niyə belə oldu? T1 Enerji şirkəti 25 oktyabrda səhmin qiyməti $3.47-dən bağlanmışdı. Ötən həftə isə şirkətin dəyəri, səhminin dəyəri $4.20 idi. Yəni cəmi bir həftədə 20%-ə yaxın düşüş oldu. Halbuki oktyabrın ortasında şirkətin səhminin dəyəri $5.24 idi. Yəni pikdən bəri 35% azalıb. Niyə belə oldu? Şirkət 72 milyon dollarlıq yeni səhmlər satdı. 22 milyonluq səhmi $3.25-dən satdı ki, bu da əvvəlki qiymətdən 15% ucuz idi. Yəni bazara daha çox səhm daxil oldu, paylar seyrəldi, nəticədə qiymət də düşdü. Qısaca desək, investorlar satmağa başladı. Əslində şirkət bu pulu ABŞ-da yeni fabrikin tikintisinə və istehsalına yönəldəcək və uzunmüddətli perspektivdə olduqca bu da yaxşı bir xəbərdir. Sizcə nə düşünürsünüz? Bu dip almaq üçün bir fürsətdirmi? Rəydə yazın.